Onsuz da erməni dilini ilk başdan öyrənərkən hərflərdən başlayırıq, əlifbadan başlayırıq və hətta başlamayan bir şəxs əgər bir niyyəti varsa, erməni dilini öyrənmək niyyəti varsa, açıb hərflərə baxdıqda fikrini dəyişir ki, yox, yəni bu nədir? Hətta videolara baxırlar, deyirlər ki, nə qədər C var, nə qədər C var, nə qədər D var. Yəni bu hərflər niyə bu qədər bir-birinə oxşuyur? Onlarda səslər fərqlidir. Məsəl üçün bizdə bir dənə C var, bir dənə Ç var. Onlarda bir neçə dənədir? Bizim üçün o bir neçə dənədir ki, biz deyirik ki, erməni dilində 4 C hərfi var. Əslində bu belə deyil. Onlar hər biri ayrı-ayrı hərflərdir. Hər biri ayrı-ayrı sözlərin daxilində istifadə olunur. Bir C-nın fərqli formada tələffüzü artıq o sözün mənasını tamamilə itirir. Yəni elə bir söz yox imiş kimi sanki. Məsələn, bizdə C olaraq deyilir. Amma erməni dilində C, Z, C, C 4 forması. 4 səslədir. Bəli, 4 səs. Amma eyni zamanda bunların hərfləri də var. Düzdür, bu onların ədəbi dilindədir. Biz bunu həmçinin öz dialekt və şivələrimizdə də görə bilirik. Məsələn, C səsini erməni ədəbi dilində var, amma Naxçıvan dialektində də məsələn ən məşhur olan cəviz sözünün səslənməsində görə bilirik C səsini. Daha sonra C səsi var, C. Nisbətən G-nin məxrəcində deyilir. Şəkillər daha çox istifadə edilir. Bəli, şəkil əcəsində görə bilirik. Onun da ayrı bir hərfi var onlarda. Bəli, hər birinin ayrı səslənməsi və yazılışı var. Eyni zamanda Ç və C səslənməsi var. Azərbaycan dilində C hərfi və səsi yoxdur. Lakin erməni ədəbi dilində həm Ç, həm də C var. Düzdür, bizim müxtəlif dialekt və şivələrimizdə Ç əvəzinə C istifadə edirik, lakin ədəbi dilimizdə yoxdur.